Müavinət və təqaüdlərin artırılması ilə bağlı rəsmi təkliflər bu həftə təqdim olunacaq. Sfera az məlumat verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov öz Facebook hesabında yazıb. Millət vəkilinin sözlərinə görə rəsmi statistikaya əsasən bu ilin yanvar ayında Azərbaycanda orta aylıq əmək haqqı 12,8% artaraq 1062,9 manata çatıb. Aylıq maaş artımının 2 rəqəmli olması bu ildə minimum və eləcə də bir sıra sektorlarda əmək haqqı artımları ilə bağlıdır. Yeni sosial paketin icrasına başlanılması ölkə üzrə orta aylıq əmək haqqı məbləğinə də müsbət təsir edib. Bu ilki sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə edəcək və bu məqsədlə əlavə olaraq 5 milyard manatdan çox əlavə vəsaitin ayrılması nəzərdə tutulub. Bu isə o deməkdir, sosial paket maaş və pensiya artımları ilə məhdudlaşmayacaq. Cənab Prezidentin tapşırığına uyğun olaraq Nazirlər Kabineti müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanmasını yekunlaşdırmaqdadır. Bayramov əlavə edib ki, əhalinin sosial rifahının yaxşılaşdırılması sayəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamının 23 dekabr 2024-cü ildə imzalandığını və Nazirlər Kabinetinə 3 ay vaxt verildiyini nəzərə alsaq, bu həftə sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı rəsmi təkliflərin təqdim olunacağı gözlənilir. Daha sonra sosial paketin daha sonra istiqaməti olaraq yeni artımlar olacaq. Beləliklə, sosial paketin növbəti mərhələsində müavinət və təqaüdlərdə artımlar həyata keçiriləcək. Bu isə 2025-ci ildə sosial paketin daha dərinləşməsi və daha çox vətəndaşımızın sosial təminat tədbirlərindən faydalanmasına imkan yaradacaq, deputat bildirib.